Salam, xoş gördük. Əziz xalqımız, əziz takipçilərim. Buradan hər birinizi salamlayıram. Hər birinizə Allah'tan uzun ömür. Dünyada ən gözəl nemət olan can sağlığı arzu edir. Deyirəm, Allah bizi yarattıqlarının ən üstünü yaradır. Bizə dəyər verib, ağıl verib, şuur verib, düşüncə verib. Amma təəssüflər olsun ki, biz Allah'ın istədiyi kimi yaşaya bilmirik. Bizə söz veribdir bir-birimizi başa düşmək üçün, bir-birimizi başa salmaq üçün. Amma təəssüflər olsun ki, sözlə bir-birimizi başa düşmək istəmirik. Dünyada da ən çətin, ən mürəkkəb də sözdür. Nə bir-birimizi başa düşürük, nə bir-birimizi başa sala bilirik. Bir-birimizi sözlə başa sala bilsəydik, müharibələr olmazdı, dava-dalaş olmazdı, boşanmalar olmazdı. Hər bir şəxs biri-birindən münasibəti gözəlləşdirərdi. Amma təəssüflər olsun ki, biz bir-birimizi sözlə başa düşmək istəmirik. Ya anlada bilmirik, nə də anlaya bilmirik. Görəsən bu niyə belə? Hər birimizin də xoş sözə, nəvazişə ehtiyacımız var. Fərqi yoxdur, uşaq, böyük, hər birimiz xoş söz eşitmək istəyirik. Amma təəssüflər olsun ki, bunu bir-birimizə çox söylüyor. Mənim qəlbimdə gözəl arzularım var. Mən istəyirəm ki, xalqımız xoşbəxt, azad, firavan, gözəl ömür sürsün. Heç kəs heç kəsi incitməsin, heç kim heç kimin haqqına girməsin. Ağzından, üstündən o küçələrdə yatan olmasın. Bunu şeirimdə belə əks elətdirmişəm. Mən deyim, siz də dinləyin, bəyənin, dəyər verin. Qəlbimdə doğulan bu xoş arzular, bir olan Allaha əyən olaydı. Xainlər, alçaqlar olmayaydı kaş, insanlar doğrudan insan olaydı. Nə pislik olaydı, nə də yamanlıq. Xoşbəxt yaşayaydı yaranan varlıq. Hər yerdə olaydı əmin amanlıq. Bütün insanlarda iman olaydı. Kaş ki olmayaydı günaha batan, şeytanlıq eyləyib aralıq qatan, namusunu, vicdanını, nəfsinə satan, nə də küçələrdə yatan olar. Dinləsin sözümü bütün qəlbi daş, haqsızlıq görəndə dözmürəm qardaş. Yatmış vicdanlar da oyanaydı kaş, eşidib sözümü duyan olar. Ey ilham pisləri olmayaydı kaş, qardaşın qədrini biləydi qardaş. Nə qanmaz olaydı, nə də qəlbi daş, nə də aralığı qatan olaydı. İnsanlar doğrudan insan olaydı.